Yendik, liderlərin arasında olduq, öz tiyolarını bizə verdilər, necə çalışdıqlarını bizə danışdılar. Həm söhbət olduq, tanımadığımız insanları tanıdıq. Bizim üçün çox gözəl 5 gün dolu günü keçdi. Dəyərmi? Təbii ki də dəyər. Çox möhtəşəm idi. İnşallah növbəti səfərlərdə sizlərlə olmaq niyyət edirəm. Qürur vericidir. Həqiqətən də o səhnəyə çıxmaq, o səhnədə alqışlanmaq hər kəsə nəsib olmur təbii ki də. Bunun üçün insan öz uğurunu özü qazanmalıdır. Necə deyim, öz yolunu özü çizməlidir. Oturmamalıdır ki, kimsə onun üçün nəsə etsin. Əgər nəyisə istəyirsinizsə, nəyisə ürəkdən istəyirsinizsə, onu siz özünüz etməlisiniz. O güc sizdə olmalıdır, o potensial sizdə olmalıdır. Hər bir şey sizə aid olmalıdır ki, və siz də kiməsə, nəyisə danışanda öz uğurunuzu uğurla danışa biləsiniz deyə. Şəxsən mən onu edirəm, çox sevirəm. Çünki insan istədiyi zaman arzularına nail olur, xəyallarını gerçəkləşdirir və bir şey də qeyd etmək istəyirəm ki, mən birinci Türkiyə səyahətində olanda bizim liderimiz kampı, ikinci kampı açıqlayanda ki, Kapadokya kampını və mən inanın ki, özümdən asılı olmayaraq göz yaşlarımı tuta bilmədim. Çünki Kapadokya'ya getmək mənim xəyalım idi. Bəlkə kimlər üçünsə əl çatandı, tez-tez gedir, amma mənim üçün xəyal idi. O xəyalımı məhz bu şirkətin sayəsində həyata keçirdim. O da bir ayrı bir qürurdur. Həqiqətən də möhtəşəm yerdəyəm. Bunun həqiqətən də fərqindəyəm. Hələ biz çox şeylər edəcəyik, hələ biz çox tarixlər yazacağıq. Nə qədər Livgood varsa bizlər də varıq. Nə qədər sizlər varsınızsa bizlər də varıq. Bizlər varıqsa sizlər də varsınız. Yolumuz açıq olsun, uğurlar hər zaman bizim olsun. İnşallah növbəti səfərdə, növbəti səyahətdə sizlərlə bir yerdə gedərik və Platin Diamond olaraq gedərik. Hədəf qoyun özünüzə. Çünki bu şirkətin verdiyi imkanlar sonsuzdur. Yetər ki, o imkanlara sahib olmaq üçün addım at. Hər addım atdıqca sən daha da irəli gedəcəksən. Əmin ol ki, sən bunu bacaracaqsan. Əgər bugünkü gündə mən bir evdar xanım olaraq nələrisə nail olmuşamsa, əmin ol ki, artıqlamasına sən də onlara nail olacaqsan. Məndən bu qədər liderim. Çox danışdım, üzürlü sayın. Çox şeylər deyə bilərəm. İstəmirəm digər xanımların saatına, dəqiqəsinə keçim. Məndən bu qədər, hər birinizə uğurlar diləyirəm.